Deyir, daşı niyə öpürsən? 100 dəfə bunu demişəm. Bayrağı niyə öpürlər? Bayrağı niyə öpürlər? O daşdı, bu da parçadır. Elə baxsan. Amma nəyi tərənnüm eləyir? Dövlətçiliyi, dövlətə sayğı bu parçaya ehtiramda ifadə olunur. Bu qədər sadədir məsələ. Deyir, bu şirkdir. Deyirəm, bəyəm daşı öpən daşa səcdə eləyir. Daşı ona görə öpürsən ki, bu Allahın dostunun məzarıdır. Görmə, bunun daşına belə hörmət edirəmsə, özünə nə qədər? Hörmət, hörmət. Hörmət əlaməti olaraq adam hər bir şey torpağa əyilir. Məsələn, işğaldan azad olunub torpaq, gedir Şuşanın torpağını öpür. Bu şirk eləyib Allah. Bu nə məntiqdir, nə sözdür bunlar? Daşı gedirsən, öpürsən, qəbrindən daş. Çünki ona orada yatan hörmət edirsən. Yaqub əleyhissalam o qədər peyğəmbəri, Yusuf peyğəmbər balasını sevirdi ki, köynəyini öpüb gözünə çəkir. Köynəyini gözünə çəkir. Bunlar hamısı eşqdə lazım olan məsələlərdir, vacib olan məsələlərdir. Bu fəlsəfə yatır bu ziyarətin altında, yoxsa elə belə deyim, məsumlar deyim. Kim İmam Hüseyni ziyarət eləsə belə oldu. İmam elə belə söz danışmır. Bu fəlsəfəni açıqlamaq istəyir ki, hər şey bunun içindədir, bütün fəzilətdə.